Görkəmli İslam alimi Şeyx Sədrəddin Badekubeyi. Həzrət Ayətullah Şeyx Sədrə adı ilə tanınan Şeyx Sədrəddin Badekubeyi, Qafqazın məşhur alimlərindən, böyük fəqihlərindən və mütəfəkkirlərindən biri olan Şeyx Nemətullahın oğludur. O, Hicri 1316, miladi 1899-cu ildə Bakı şəhərinə bağlı olan Qala kəndində dünyaya göz açmışdır. Quran tilavəti Nəsab-üs-Sibyan, Bustan, Gülistan və Qafqaz mədrəsələrində tədris olunan digər əsas kitablardan atasının və bölgənin digər ruhani şəxslərinin yanında təhsil almışdır. 1912-ci ildə atası Çar Rusiyası tərəfindən həbs olunaraq Sibirə sürgün edilmiş və bundan sonra o, böyük əmisi Molla Məhəmmədin himayəsində tərbiyə almış, dini elmlərin ilkin mərhələlərini ondan öyrənmişdir. Sonradan onun göstərişi ilə Bakı şəhərinə köçmüş və görkəmli alim Ağa Mir Əbdülxaliqin dərslərində iştirak edərək təhsilini davam etdirmişdir. 1918-ci ildə baş verən kommunist inqilabından sonra bir qrup din tələbəsi ilə birlikdə çox çətinliklər və məşəqqətlər bahasına Xəzər dənizi sahilləri vasitəsilə Məşhəd şəhərinə hicrət etmişdir. Məşhəddə əvvəlcə məşhur ədib Əbdülcavad Ədib Nişapurinin dərslərində iştirak etmiş və ilkin dərslərini tamamlamışdır. Fiqh və üsul elmlərinin ali səviyyələrini Seyid Baqir Rəzəvi və Seyid Cəfər Şəhrəstaninin dərslərində öyrənmiş. Ayətullah Mirzə Məhəmməd Ağazadə Xorasani, Hacı Ağa Hüseyn Təbatəbai Qumi və Şeyx Mürtəzə Aştiyaninin fiqh və üsul dərslərində iştirak etmişdir. Şərhi Mənzumə, Molla Sədranın Məbda və Məad əsərlərini Şeyx Əsədullah Yəzdi, İbn Sinanın Şəfa və Molla Sədranın Əsfar Ərbə əsərlərini isə Ağa Böyük Həkim Xorasani yanında öyrənmişdir. Elmi və mənəvi cəhətdən yüksək dərəcəyə çatdıqdan sonra, 12 illik Məşhəd dövründən sonra Tehran elmi hövzəsinə yollanmış və görkəmli filosof Mirzə Məhəmməd Mehdi İlahi Qomşeyi ilə elmi müzakirələr aparmışdır. Bir neçə ildən sonra Tehran alimlərinin təkidi ilə Müqəddəs Nəcəf elmi hövzəsinə köçmüş və orada Ayətullah Mirzə Muhammed Hüseyn Naini, Şeyx Muhammed Hüseyn İsfahani, Şeyx Musa Xorasani, Seyid Əbülhəsən İsfahani və Ağa Seyid Hüseyn Badekubeyi kimi böyük alimlərin yanında təhsil almış və həm əqli, həm də nəqli elmlərdə ictihad dərəcəsinə yüksəlmiş və beləliklə özü də dərs deməyə başlamışdır. O dövrün bir çox böyük alimləri, o cümlədən tanınmış usul kitabının müəllifi Şəhid Ayətullah Seyid Muhammed Baqir Sədr onun seçilmiş tələbələrindən olmuşdur. Nəhayət, bu ilahi alim və mütəfəkkir Hicri 1392-ci, miladi 1972-ci ildə vəfat etmiş və pak cənazəsi Əmirəl Möminin Əli əleyhissalamın müqəddəs hərəminin civarında dəfn edilmişdir.